Biz ora aparır ki, deməli, Rusiya davamlı olaraq Azərbaycanda dövlət çevrilişi etmək planları olubdur. Bu Tarixin ayrı-ayrı 2013-cü ildə dönəmlərində. də olubdur, Bəli. yəqin ki 2003-də də olubdur, 2005-də də olubdur və heç sınır eləmirəm ki 2025-də də olubdur. İndi yəni ola bilsin, düşünərlər ki 12 il bundan qabaq olan hadisələr və indiki ola bilsin düzünə bağ yoxdur. Amma mən hesab edirəm ki, düşünürəm ki, həmin illərdə də hansı çevrilişlər olub. Biz xatırlayırıq, bəli, o vaxtı o Milyarderlər İttifaqının yaranması, onun ətrafında böyük bir ajotaj oldu. Rüstəm İbrahimbəyovun namizədliyi olacaq falan. Yəni heç kimə sir deyildi ki, bu oluşumun da arxasında Rusiya durur. Rusiya prosta hakimiyyəti devirmək istəyirdi. Sadəcə olaraq sonda ola bilsin hansısa razılaşmalar oldu və yaxud da nəsə dəyişdi, o proses dayandı. Yəni bu təzyiq var idi, amma yalnız təzyiq deyildi məncə. Və həm də gerçəkdən bir dəyişiklik eləmək, bir çevriliş eləmək istəyi var idi. Hətta ola bilərdi ki, bəlkə də Rüstəm İbrahimbəyov özü ilə doğrudan da yalançı bir fiqur idi. Yəni onun arxasında bu proses qurulurdu, amma həlledici anda daha ciddi, daha real şəxslər gündəmə gələ bilərdi. Yəni Abbas Abbasovun özü də gələ bilərdi. Onun adı da o vaxt ən parlaq fiqur o idi, belə Onda da hallanırdı ki, hətta prezident o da ola bilərdi. Mən bildiyim qədər Abbas Abbasovla Ramiz Mehdiyevin həmişə bir rəqabəti də olub, belə bir şeylər də deyirlər. İndi hər ikisi Moskvaya daha yaxın olmaq və Moskvanın stavka elədiyi bir şəxs olmaq istəklərində olubdur. Ona görə də ola bilsin bəlkə də burada düzünə əlaqə tapmaq biraz çətin olar. Amma sadəcə olaraq 13-cü ildən baxanda o çox normaldır, ağla batandır. 25-dən də baxanda bu normaldır. Yəni əgər o dövrün belə deyək də o əsas belə lideri, yaxud da Rusiyanın önə sürdüyü şəxs yəqin ki Abbas Abbasov idi. 25-də, 26-da da indi deyək də bu son dövrdə də yəqin ki Ramiz Mehdiyev idi. Prinsipcə, ola bilsin istintaq o dövrü də araşdırır, indiki hadisələri də araşdırır. Yəni bu Dövlət Şurası ideyası yeni ideyadır da. Mən bildiyim qədər, yəni bu artıq bu 25-ci ildə keçən il baş verən hadisələrdir. Amma eyni zamanda indi ola bilsin istintaq həm də araşdırır ki, elə bu yeni bir şey deyil. Hələ bunun kökü gedib 13-cü ilə də çıxır. O vaxt ki seçkilərdə də Rusiya bu planları hazırlayırdı, çalışırdı. Bu da heç kimə sir deyil. Yəni Rusiya konkret belə deyək də beyninə qoyursa ki, bir ölkədə dəyişiklik eləsin, hakimiyyəti dəyişsin, sonuna qədər bu proses aparır. Baxın, Ermənistana yenə deyirəm, Paşinyanı hər fürsətdə həm danışır, həm ona qarşı mübarizə aparır. Sanki bir tələ qurur, alınmır, sonra qaçır gedir 10 metr qabaqda növbəti bir tələni qurur. Heç bir əxlaqı yoxdur, heç bir mənəviyyatı yoxdur bu dövlətin, yəni bu Rusiya ilə bağlı danışır ki, bunun üçün müqəddəs heç nə yoxdur. Hədəfləri var, emosiyası da yoxdur, insani şeylər də yoxdur. Yəni hansı hədəfləri var, özü də orada qanunu, qanunsuz önəmli deyil, vicdanlı, vicdansız önəmli deyil. Əsas məqsəddir. O, yəni allada bilər, fitnə törədə bilər, qaydasız oynaya bilər, söz verib ata bilər, allada bilər. Bütün bunlar hamısı məqbuldur. Çünki dediyim kimi o dəyərlər sistemi yoxdur. Anlaşılan odur ki, yəni bu cəmiyyətin, bu coğrafiyanın tamam fərqli bir əxlaqı var. Yəni biz onu bəzən anlaya bilmirik. Çünki bizdə belə deyil də bir söz verirsənsə bir kişi sözü var. Heç müqavilə bağlamağa da ehtiyac yoxdur. Onlarda şeylər yoxdur. O səni anladar və sonra da onu bir qəhrəmanlıq kimi təqdim edir ki, anlatdım. Məsələn, vaxtilə Qarabağ xanı ya başqalarını gəldilər, anlatdılar, elədilər, yoldan çıxartdılar, ayırdılar, neynədilər, yalandan bir hələ nə bilim general zvaniyyəsi adı verdi, sonra da güllələdilər. Məhv elədilər, çıxdı getdi. Yəni bax bu həmin o məsələləri indi biz müasir zamanımıza gətirsək, mən düşünürəm ki, 13-cü ildə də hansı dəyişikliklər baş verib, 93-cü ilə də qayıtsaq eyni şeylər baş verib, həmin çevriliş prosesinin arxasında onlar olub və yəqin ki 25-ci ildə də bu çevriliş cəhdləri olub. Yenə təyyarə qəzası gəlir gündəmə. Yəni bu təsadüfi deyildi. O təyyarə qəzasının arxasınca yəqin ki ölkədə də müəyyən proseslər olacaqdı və yəqin ki o təyyarə qəzası yalnız Çeçenistan uçan təyyarə deyildi hədə. Orada böyük ehtimalla prezidentin təyyarəsi hədəfdə idi və ondan sonra bax bu çətə, Rusiyanın buradakı bu çətəsi başlamalı idi. Yəni bunlar hərəkətə keçirdi və o Dövlət Şurasının planını yaradırdılar. Yəqin ki indi istintaq o dövrü, bu dövrü araşdırır və bir-bir bu cinayətkarları ortaya çıxarır.